Salam dostlar. Bu videoda sizinlə ümumiyyətlə maliyyə bazarlarında yatırım edərkən nələrə diqqət etməliyik və yaxud da maliyyə bazarında necə sağ qala bilərik? Bu haqda danışmaq istəyirəm və ümid edirəm faydalıdır. Bilirsiniz ki, dostlar, ümumiyyətlə xüsusilə bu süni intellektin gəlməsi ilə biz istəsək də istəməsək də artıq maliyyə bazarlarının bir parçası olmalıyıq. Niyə? Və yaxud da iştirakçısı olmalıyıq deyə. Səbəbi odur ki, biz illərlə vaxt sərf etdiyib, öyrəndiyimiz, ixtisaslaşdığımız sahələri bir mənada artıq süni intellekt əvəzləyəcək. Bəs o zaman biz həyatımızı necə quracağıq? Və digər bir sual isə kapitalist sistemdə yaradılan sərvət necə paylaşılacaq? Dostlar, bunun cavabı çox sadədir. Əslində kapitalist sistemdə yaradılan sərvət bir mənada maliyyə bazarları vasitəsilə paylanılacaq. Yəni maliyyə bazarı eyni zamanda belə deyək də, Lord ilə desək, kapitalist sistemin sosial yönümüdür. Amma təbii ki, bu o anlama gəlmir ki, biz maliyyə bazarına qoşulduq, hər hansı bir səhəm aldıq və ya hər hansı bir kriptovalyutaya yatırım etdik, sabahları milyarder olacaq. Bu deyil. Və bir çox insan bu illüziyanın qurbanı olur. Səbəbi də odur ki, çünki bu bazar likviddir. Pul çoxdur bu belə deyək də bu bazarda və insanlar qısa müddətdə zəngin olmağı düşünür. Amma e, burada bir önəmli bir nüans var. Bir də insanların axtardığı möcüzəvi bir strategiya var ki, düşünürlər ki, bu bazarda uğurlu olanlar həmin o möcüzəvi strategiyadan istifadə edirlər, bir anda zəngin olurlar. Amma elə deyil dostlar. İndi bunu bəsit və sadə dillə izah etməyə çalışacağam ki, əgər siz maliyyə bazarına qoşulursunuzsa, nədən başlamalıyıq və nələrə diqqət etməliyik? Dostlar, ilk öncə neqativdən başlayaq. Fərz edək ki, sizin bir dostunuz dedi ki, gəl məsələ Adobe şirkətinə yatırım edək. Niyə? Çünki Adobe şirkəti çox yaxşı bir şirkətdir. Məsələ keçən illərin 7 milyard mənfəət əldə ediblər. Şirkətin məsələ profit marjasına baxırsınız, görürsünüz ki, 100 dollarlıq satışdan 30 dollar mənfəət əldə edir. Bu çox yaxşı bir göstəricidir. Hətta Tesla'dan, indi düzdür, fərqli bir segmentdir. Və yaxud da məsələn Amazondan, məsələn Amazon 100 dollarlıq satışdan 10 dollar mənfəət əldə edə bilirlər. Yəni profit marjını 10% ətrafındadır. Baxırsınız ki, hələ bu çox yaxşıdır. Bu şirkətə yatırım edək. Və siz gəldiniz, baxdınız ki, aha məsələ bu şirkət 2021-ci ildə təxminən 700 dollara qədər yaxınlaşıb, belə deyək də qiymət. Sonra düşüb bu impuls dalğasını görürsünüz. Təxminən bu 2022-ci ilin oktyabrında başlayan bir dalğada. Ya buradan fərz edək ki, buradan alış edirsiniz ki, məsələn Adobe şirkətinin qiyməti 700 dollara qədər çatacaq. Və əmin olun ki, həmin vaxtı xəbərlərə və s. analizlərə də baxsanız, bir çox analitik göstərir ki, hə, texniki analiz nöqteyi-nəzərdən bu gəlib bu hissəni test edəcək, buna double top edəcək, belə deyək də, yaradacaq və ondan sonra ya yuxarı gedəcək, ya oradan aşağı gedəcək. Siz də düşündünüz ki, aha, mən məsələ 630 dollardan Adobe şirkətinə yatırım etdim, Adobe şirkəti yüksələcək, olacaq 700 dollar, fərz edək ki. Yəni, 70 dollar mənfəət əldə edəsiniz bir səhəmdə. Amma iş tutmadı və həmin tarixdən etibarən təsəvvür gətirin 2024-ün yanvar ayından etibarən artıq Adobe şirkəti təxminən belə deyək də 50%-ə yaxın dəyər itirmiş oldu. Yəni 639-da olan bir səhmin belə deyək qiyməti 639-da olan Adobe şirkətinin bir səhmi artıq 630 339 dollara qədər təxminən 50%-ə yaxın dəyər itirmiş oldu. Bu necə olacaq? Təsəvvür gətirin ki, siz 100 min dollar yatırım etsəydiniz, artıq portfelinizin 50%-i əhrimiş sayılır. Və indi siz qərar qəbul etməlisiniz. Bu zərəri bağlayıb bazardan çıxmağı mı düşünməlisiniz? Yoxsa gözləməlisiniz ki, Adobe şirkəti bir gün buradan qayıdacaq, sizin zərərinizi bərpa edəcək və bu həddi də sizin alış astığınız mövqeyini də keçib çıxıb gedəcək. Dostlar, bu çox ağır bir sualdır təbii ki. Əgər siz bu itkini, 50% portfelin əriməsi itkini yaşasanız, bir kərə böyük bir stres qaynağı olur. İki, ciddi mənada bir qeyri-müəyyənliyə düşmüş olursunuz ki, həqiqətən Adobe şirkətinin buradan qayıtma ehtimalı varmı? Təbii Adobe şirkətinin qiymətinin, səhmlərinin qiymətinin düşməsi bir çox səbəbi var. Yəni süni intellektdən gələn rəqabət və o cümlədən belə deyək də şirkətin əsas biznesinin gəlirliyinin aşağı olacağı ilə bağlı gözləntilərdir. İndi bu bir örnəkdir. Baxmayaraq ki, biz Adobe şirkətinə baxmışdıq, onun maliyyə göstəriciləri çox sağlam idi, amma yatırım etdik, portfelimiz indi 50% zərərdədir və hələ də bilmirik ki, bu buradan qiymət yuxarı mı gedəcək, yoxsa hələ də zərər davam edəcək. Bunun kimi en qədər maliyyə bazarında örnəklər var və bundan dolayı bir çox insan böyük itkilərə məruz qalır. Təkcə pərakəndə
təzə bazara girən təcrübəsiz treyderlər yox, çox məşhur treyderlər. Məsələn, Bill Ackman. Bu adam məsələn biotexnologiya sektorunda bir şirkətə yatırım edib təxminən 4 milyard dollar zərər edib. 4 milyard dollar. Təbii ondan sonra zərəri də bərpa edib çıxa bilib. Bu başqa bir mövzu. Amma peşəkar investorlar eyni zamanda təcrübəsiz treyderlər də bu sistemin qurbanına çevrilə bilirlər. Bəs yaxşı, bizi niyə görə bu şeydən necə sığortalana bilərik? Yəni belə bir itkidən necə sığortalana bilərik? Dostlar, ümumiyyətlə maliyyə bazarı bir çox belə deyək, analizlərdə göstərirlər ki, aha, maliyyə bazarı məsələ ortalamada hərəkət edir. Tutaq ki, bir səhmi analiz edir, deyir ki, məsələn, Adobe şirkətinin 10 illik tarixçasına baxır, deyir ki, ortalamada bu səhmin qiyməti məsələ belə dəyişib. Fərz edək ki, bunu çəkib göstərməyə çalışacağam. Məsələ deyək ki, bu belə deyək, bu zaman qrafiki olsun, belə deyək T. Bu isə gəlir deyək ki, səhm qiyməti daha doğrusu price olsun. Həmin o səhmlərin qiyməti deyək ki, əks etdirən xətt olsun. Bir çox insan elə düşünür ki, məsələn, səhmin qiyməti ortalamada dəyişir. Yəni siz baxırsınız ki, məsələn, səhmin qiyməti ortalamada, bu ortalama qiymətdir məsələ. Bu hədlərdə dəyişir. Məsələn, bir aşağı olur, bir yuxarı olur. Ortalama bu formatda dəyişir. Bu isə məsələ standart kənarlaşma hesabı olunur. Məsələ baxın, bu nöqtə standart kənarlaşma hesabı olunur. İndi burada önəmli bir nüans var dostlar. Fərz edək ki, siz yatırım edərkən baxırsınız ki, 5 ildir ki və ya nə bilim 10 ildir ki və ya da X bir ildir məsələ. Bunu 10 il deyək məsələ. Fərz edək ki, bir 10 il olsun bu. 10 ildir ki, məsələ, şirkətin ortalama qiymət dəyişənliyi, səhmin qiymət dəyişənliyi yüksələn xətlə davam edirdi və ortalamada bir aşağı 5 yuxarı belə davam edirdi, məsəl üçün deyək ki. Məsələn, deyək ki, ortalama qiymət olub səhmin, fərz edək ki, 500 dollar. 500 dollar olub məsələ. Fərz edək ki, 500 dollar olub. Və siz də baxırsınız ki, aha, mən 600 məsələ 30-dan alsam, bunun aşağısı ekstrem hallarda düşünürsünüz ki, məsələ 500 dollara düşə bilər də, ondan aşağı getməz deyə düşünürsünüz. Bu isə məsələ 300 dollar və ya 200 dollarlıq bir nöqtədir ki, statistik olaraq ehtimal edilir ki, bu gəlib məsələ bu nöqtəyə çata bilər, bu hissəyə düşə bilər. Lakin siz onu heç nəzərə almırsınız. Deyirsiniz ki, yox, bu hissəyə gəlməz. Yəni ora gəlmə ehtimalı çox uzaqdır. Məsələn, milyonda birdir. Aha, dostlar, əgər bu düşüncədəsinizsə, siz illüziyanın qurbanısınız. Bununla bağlı çox ciddi araşdırmalar aparıb. Məsələ, xüsusilə mən sizə tövsiyə edə bilərəm, məsələ, məhz bu məsələ ilə bağlı, yəni standart kənarlaşma deyirlər buna. Ortalamadan kəskin uzaqlaşma, digər bir dillə desək ki, hansı ki, baxmayaraq ki, ehtimal çox uzaqdır, məsələn, 0-dan milyonda 1. Amma dostlar, maliyyə bazarında belə halların olma tezliyi çox tez-tezdir, belə deyək, sürətlidir. Buna bağlı məsələ Benoit Mandelbrot'un məsələ Misbehaving Market adlı kitabı var və yaxud da Nassim Talebin ən çox araşdırdığı və bununla bağlı bir çox yazdığı kitabları ən populyar olan Black Swan əslində bunu izah edir ki, sizin məsələ bu standart kənarlaşma gördüyünüz bu ehtimal, məsəl üçün deyək ki, qiymətin bu hissəyə düşməsi milyonda bir belə olsa, o demək deyil ki, olmayacaq. Ola bilər. Və maliyyə bazarında bu hallar tez-tez olur. Tarix bunu dəfələrlə sübut edirdi. Məsələn, 2008-ci maliyyə böhranı olsun və yaxud nə bilim COVID olsun, 2020-ci çöküş olsun. İnsanlar belə hadisələr gözləmirlər. İndi fərz eləyək ki, siz belə bir yatırım etdiniz, düşünürsünüz ki, bu qiymətə gəlməz. Yəni ortalama bu səhmin qiyməti 500 dollar olub, onun fərz edək ki, 200 dollara gəlmə ehtimalı milyonda birdir. Əgər bu sizin portfeliniz bu strateji əsasında quruldusa, əmin olun ki, siz o pulu itirəcəksiniz. Geci tezi. Hə, şansınız gətirər, tutaq ki, qiymət yuxarı gedər, siz oradan çıxarsınızsa, mənfəətlə götürüb çıxarsınızsa, nə gözəl. Amma siz davamlı bu yanaşmayla bazarda ticarət edirsinizsə, əmin ola bilərsiniz ki, bu Black Swan hadisəsi və ya uzaq ehtimal negativ hadisə baş verəcək və siz ya portfelinizin 50%-ni və yaxud da hamısını itirəcəksiniz. Dostlar, buna əslində investisiyada risk of ruin faktoru deyirlər. Yəni, əgər sizin portfelinizdə risk of ruin faktoru olmaz dediyiniz hadisə var isə, və hətta bu uzaq ehtimal olsa belə, sizin mütləq şəkildə belə deyək, o portfeliniz bir gün partlayacaq.
Geci tezi var. İndi bəs yaxşı. Bundan necə sığortalana bilərik? Və bir önəmli nüansı deyim. Bu bazarda uğurlu olan adamlar, məsələn Ray Dalio olsun, Warren Buffett olsun və yaxud nə bilim Ed Torp olsun. Bu adamlar bu faktoru sıfırlayan insanlardır ki, risk of ruin. Yəni risk of ruin o deməkdir ki, sizin portfeliniz o dərəcədə əriyir ki, artıq zərər edirsiniz ki, oradan onu bərpa etmək mümkünsüz olur ya da ümumiyyətlə sıfırlanır belə deyək. Aldığınız şirkətlər bankrot edir. Bu faktora qarşı bir hedge edirlər. Yəni o portfellərini o formatda qururlar ki, onlar hər zaman o nüansı nəzərə alırlar ki, bu hadisə baş verə bilər və biz bu hadisədən necə sığorta, elə hadisə baş versə, mən ondan necə sığortalanmalıyam? Yəni ya bunu dediyim kimi hedginglə eləyirlər, ya portfelini diversifikasiya edirlər ki, qiymət bu səviyyə düşərsə, buradakı zərəri digər əssetlərdə, digər maliyyə alətlərindəki qazancımla balanslaşdıra bilim. İndi təcrübəsiz treyderlərin və mən bir çox tanıdığım insanlarda bu hadisə başına gəlib onların. Bir şeyə yatırım ediblər, ya altcoin'lər olub, ya nə bilim nəsə bir şirkət olub, ya forex ticarət edib. Bu faktorlar başına gəlib. Xüsusilə marja ticarətində isə dostlar, məsələn siz qızılı alırsınız, düşünürsünüz ki, qızılın qiyməti qalxacaq. Amma qızıl bir anda oradan siz aldığınız yerdən və yaxud da müəyyən qədər yüksəlir, sonra təkrar başlayır düşməyə. 500 dollar zərəri siz bağlamırsınız. 1000 dollar zərəri siz bağlamırsınız. Yox, bu qayıdacaq bir gün. Artıq zərər o dərəcədə böyüyür ki, onu bağlamağa psixolojik olaraq gücünüz də çatmır zərəri. Əgər siz belə ticarət edirsinizsə, dediyim kimi, bu bir illüziya qurbanıdır olmaqdır ki, yəni axır əvvəl bu yanaşmada siz itirmiş olursunuz. Bununla sığortalamanın tək yolu dostlar, əgər siz səhəm bazarına yatırım edirsinizsə, asimmetrik investisiya etmək lazımdır. Asimmetrik investisiya o deməkdir ki, sizin bir itkinizə qarşı, məsələn, 100 qazanc və yaxud nə bilim 50 qazanc gözləyirsiniz. Məsələn, onlardan bir nüans kvant sektoru idi ki, mən o sektoru, o dalğanı tutanlardan birisi idim. Məsələn, örnək olaraq göstərim. Məsələn, Rigetti şirkəti var idi dostlar. Rigetti Computing məsəl üçün. Bu quant computing sektorunun olan bir şirkət idi. Mən onu təxminən belə deyək 1 dollarda almışdım. O hardasa 20 dollara qalxanda mən onu bir dəfə satdım. Sonra təkrar onu 6 dollardan bir də aldım. 65 dollarda bu dalğada tuta bildim onu. Burada önəmli olan nüans nə idi? Mən bu sektora yatırım edərkən yeri gəlmişə quant sektoru hələ önü açıq, amma kifayət qədər problemləri olan bir sektor idi. Sadəcə mən bu sektora yatırım edərkən çox rahat idim. Çünki bir kərə qiymətlər çox ucuz idi. Yəni aşağı downside deyək, limitli idi, amma upside önü açıq idi. Və mən açıqcası onu da deyim, buna yatırım edərkən öngörmürdüm ki, bir anda şirkətin səhmi bu qədər yüksələcək. Lakin belə deyək, portfeli qurarkən həmin o strategiyanı tətbiq etmişdim ki, downside dediyimiz, yəni itirmə tərəfi məhdud, lakin qazanc tərəfi çox böyük olan. Yəni bayaq Adobe-da misal verdiyim kimi siz 630 dollardan səhm alırsınız ki, bu 700 dollara qalxacaq. Mən bir sənədə 70 dollar qazanacağam. Halbuki o 630-dan aşağı düşmə tərəfi belə deyək də çox böyükdür və ehtimal da yüksəkdir. Lakin burada isə 1 dollardır və downside tərəfi məhduddur. Uzaq şirkət batacaq məsəl üçün. Siz müəyyən miqdar burada risk götürə bilərsiniz, lakin önə açıqdır. Həqiqətən də elə oldu və bir mənada belə deyək də mən pozitiv istiqamətə düşmüş oldum və pozitiv Black Swan hadisəsi baş verdi. Kəskin yüksəliş oldu. Mənim gözləmədiyim yüksəliş oldu. İndi siz maliyyə bazarına yatırım edərkən mütləq bu nüansı nəzərə almalısınız. Dostum dedi filan səhmi al məsələsi deyil. Səhm bazarına yatırım edərkən ilk olaraq düşünməli olduğunuz nüans budur. Bu səhm buradan aşağı nə qədər gedə bilər? Ən pis halın baş vermə ehtimalı nə qədər uzaqdırsa, yəni o hadisə baş verə bilər. Siz mütləq şəkildə ona qarşı bir sığortanız olmalıdır və yaxud da ki, itkinizi gözə almalısınız ki, hə, qiymət o səviyyəyə gəlsə, mən kapitalımın bu hissəsini itirəcəm. Yox, əgər siz onu nəzərə almadan yatırım edirsə, təbii ki, bunun psixolojik ağrısı yəni həddindən artıq çox olur və bir çox insan bu baxımdan belə deyək də ya bazarı tərk edir, ya da ki, böyük həcmdə məbləğləri itirib bazardan belə deyək çıxırlar və sonra daha da aqressiv onu bərpa etmək üçün yenidən bazara daxil olub bir daha itirirlər. Yəni bu dövrəyə düşməmək üçün, qapalı dövrəyə düşməmək üçün siz bir nüansları bilməlisiniz. Hə, forex ticarətində və ya marja ticarətində məşğulsunuzsa, mütləq şəkildə stop lossdan istifadə etməlisiniz. Yəni əgər siz stop loss qoymadan ticarət edirsinizsə, bilin ki,
Yəni şansa oynayırsınız və sonda mütləq şəkildə itirəcəksiniz. Mütləq şəkildə. Belə dostlar, maliyyə bazarı ilə bağlı ümumiyyətlə portfelin qurulması və yaxud da ki, ticarətlə bağlı qısaca bu nüansı çatdırmaq istəyirəm ki, əgər siz ümumiyyətlə risk of ruin faktorunu nəzərə almadan ticarət edirsinizsə, bu təkcə maliyyə bazarında deyil, eyni zamanda real biznesdə də belədir. Mütləq şəkildə belə deyək, bir yerdə partlaya bilər. Hə, kiminsə bəxti gətirə bilər, o artıq belə deyək də şans faktorudur. Əgər siz şansla ticarət edirsinizsə, bu mənada bir uğur deyil əslində. Çünki şansa güvənərək böyük risklər götürüb hər zaman uğurlu olmaq olmur. Bəlkə də onundan birisində uğurlu olacaqsınız, amma 9-unda artıq böyük bir itkiyə məruz qala bilərsiniz. Bu qədər dostlar. Ümid edirəm faydalı olmuşdur.